Cəbrən xanım, Bakı şəhər prokurorluğuna da gəldi, düzdürmü? Bəli, gəldi. Məsul şəxs cənab prokuror qəbul etdi bizi. Nə cür qəbul olundu? Çox gözəl. Gözləyirdiniz bu cür. Yüksək səviyyədə qəbul elədilər. Təşəkkür edirəm. İnşallah, yox, xeyr, gözləmirdim, yəni belə olacaq, nəticə belə olacaq, inşallah. İşi nəzarətə götürüldü, düzdürmü? Bəli, bəli. Və Xəzər rayonundan da material Bakı şəhər prokurorluğuna gələrək bir daha da araşdırma gedəcək. Əlinizdə nə sübutlar var, gördünüz, nə dedik? Təqdim etməlisiniz dərhal buna. Xanım, siz də deyərdiniz. Fikrinizi bildirin. Çok razı kaldım. Allah sizden razı olsun. Çok Məndən yox, Allah məndən razı qalmasın. Allah dövlətimizdən razı qalsın. Ki, dövlətimiz həqiqət. Bəli. Hüquqlarımıza baxılır, çox seviyorsunuz. Əvvəl iddia bildirirdiniz ki, baxılmır, narazılıq var idi, sifətinizdə kəm var idi, qədər var idi, düzdürmü? Bəli, Ancaq bu gün maşallah ayın 9-udur, üzünüz gülür. İnanıram ki, hər şey yaxşı olacaq. Obyektiv araşdıraraq hüququ, qiymət veriləcəkdir. Bunu tam əmin olun. Bilirsiniz nətərdir? Bəzi hallarda bəzi insanlar var o dırnaq arasında olan şəxslər ki, hüquq mühafizə orqanlarımızın xidməti onlar görmək istəmir, bəyənmir. Qara yaxma fikirlər, qara yaxma sözlər, ifadələr işlədirlər. Ancaq obyektiv olaraq gəlib ərizəni müraciət edirsən, qayda, qanunla işə baxılaraq hüquqi qiymət verilir. Allah işinizi avam eləsin. Məndən narazılıq var. Çok Sağ olun. Sağ olun.